Telefondan da göründüğü kimi dumanlı hava var. Ətrafda da hər yer qarda. Arkada uşaqlar zorla görsənir. Yəni, biz təbiəti sevənlərik, biz dağları sevənlərik. O ki deyirsiniz, dağlarda nə var və yaxud da ki, filan yerdə nə var, özünüzü təhlükəyə atırsınız. Bu təhlükə deyil, bu insanın özünü sınamasıdır. Yəni, mən bunu nətər desəm də, nətər izah eləməyə çalışdım da, hamı öz bildiyi kimi başa düşəcək. Amma yəni, bizim həqiqətən elədiyimiz bir şey, bu idman növüdür. Ondan əlavə də ki, bu özünü sınağa çəkməkdir. Yəni, insan belə bir yerlərdə artıq başa düşür ki, hansı gücə maliksən. Ondan əlavə də ki, təbiət elə bir şeydir ki, səni sakitləşdirir. Yəni, siz bezmədiniz, yəni, bütün şəhərin səs-küyündə siqnal səsi, nə bilim, dava, nə bilim, osu, busu, nə qədər problemlər var şəhərdə və digər yerlərdə. Çıxın təbiətə, zövq alında. Demirəm, belə dumanlı havada gəlin özünüzü bizim kimi riskə atın. Sadəcə təbiətə getmək, o ayrı bir xoşbəxtçilikdir. Yəni, biz artıq bu leveli aşmışıq, artıq başqa situasiyadayıq. Görürsünüz də, ətrafda heç nə görsənmir. Ayaq izləri ilə gedirik. Bayaq təsadüfi şəkildə yadımda qaldığı qədər yolu tapıb gəlmişəm. Həmən yolla da gedirəm aşağıya doğru şəhərə eniş eləməyə. Ətrafda desən ki, bir ağac var və yaxud da ki, nə bilim, daş var, o da görsənmir. Hər tərəf duman və qar. Yəni, bu havada insan öz yolunu tapmaq fərqli bir hissdir. Yəni, izahı olmayan bir şeydir bu. Ona görə də boş-boş yorumlar yazınca gəlin, siz də bizim komandamıza qoşulun. Siz də belə adrenalin və özünüzün gücünüzü sınayın.